Xoş gördük. Deməli bizim sənə suallarımız vardı. Oğlum Muradla onun tarix kitabına baxırıq. Əfşarlar dövlətinə maraqlı suallarımız yaranıb. Bir sual mən vermək istəyirəm sənə, bir sual da Murad. Mənim sualım budur ki, bax biz indi burada xəritəyə baxırıq. Əfşarlar dövləti Rusiya ilə də qonşu olub, Hindistanla da qonşu olubdu və tarixi məlumatlara görə də Xəzər dənizində donanma yaratmaq istəyi olub Nadir Şahın, Nadir Şah Əfşarın. Lakin buna baxmayaraq, yəni bu niyyəti, bu donanma yaratmaq istəyi onun gələcəkdə Rusiya ilə bağlı planlarından da xəbər verir təbii ki. Amma buna baxmayaraq o belə deyək, Rusiyaya qarşı yox, Rusiya hücuma keçməyib da. Hindistan tərəfə hücuma keçibdi, qənimətlər gətirib, hətta o gətirdiyi qənimətlər o qədər böyük olub ki, tarixi məlumatlara görə 3 il vergidən azad eləyib əhalini və s. Bu nəyə görə Rusiyaya yox da Hindistana hücuma üstünlük veribdi? Maraqlı sualdır. Əslində Nadir Şahın Hindistana hücum etməsi bir neçə tarixi səbəbə bağlıdır. Birincisi, Hindistan həmin dövrdə zəngin qənimətlərlə dolu bir ölkə idi və oradan çox böyük sərvətlər əldə etmək mümkün idi. Bu da onun ordusunu gücləndirmək və daxili mövqeyini möhkəmləndirmək üçün əlverişli idi. Digər tərəfdən Rusiyaya hücum etməməsi həm coğrafi, həm də siyasi baxımdan məntiqli görünür. Çünki Rusiya o dövrdə getdikcə güclənən bir imperiya idi və onunla qarşı durmaq daha mürəkkəb nəticələrə gətirib çıxara bilərdi. Nadir Şah isə daha çox zənginlik əldə etməyi və asan qələbə qazanmağı hədəfləyirdi. Ona görə də Hindistana hücum onun üçün daha cəlbedici olmuşdu. Yaxşı, çox sağ ol. Bir sualı da Murad vermək istəyir sənə. Maraqlı bir bilirsinizmi var kitabda, onunla bağlıdır sualı. Buyur Murad. Hindistandan ələ keçirilən qənimətlərin içərisində məşhur Çuhi-Nur adlı, farsça dağların nuru adlanan qiymətli almaz daşı var. Bu daş Hindistanda idarə edilən böyük Moğol hökmdarının Tovuz quşu taxtının bəzəyi olmuşdur. Rəvayətə görə Hindistanın tutan Nadir Şah bu daşı çox axtarsa da tapa bilmiş. Sən mənə Çuhi-Nur adlı almaz bu hökmdarın, Hindistandakı hökmdarın papağının içində olur və Nadir Şah bu Çuhi-Nur adlı alması tapmaq üçün papaqlarımızla yer dəyişdirmək təklifini verir və o bu təklifi verdikdən sonra almaz daşını ələ keçirir. Sonra bu daş oğurlanaraq satılır. Bu daş hal-hazırda hardadır? Bəli, Çuhi-Nur, yəni dağların nuru adlanan o məşhur almazın taleyi çox maraqlıdır. Tarixi mənbələrə görə Nadir Şah onu bu hiylə ilə ələ keçirdikdən sonra almaz həqiqətən də bir neçə dəfə əl dəyişib. Hal-hazırda isə həmin məşhur Çuhi-Nur almazı Böyük Britaniyada yerləşən məşhur Taçlar xəzinəsində, Tower of London'da qorunur. Yəni bugün o almaz İngiltərə kraliyyət ailəsinin taçlarının bəzəyən qiymətli daşlardan biri hesab olunur. Çox sağ ol verdiyimiz suallara cavab verdiyin üçün.